Salam əziz izləyicilər. Bu günləri biz sizlərlə vektorlar dərsini keçəcəyik. Vektor nədir? Kobud dildə desək, istiqamətlənmiş düz xətt parçasına vektor deyilir. Yəni, hər hansı bir düz xəttin istiqaməti varsa, biz ona vektor deyəcəyik. Və vektorun həm uzunluğu olur, həm də komponentləri olur. Komponent nədir? Vektorun koordinatlarına onun komponentləri deyilir. Məsələn, vektor ya 2 dənə böyük hərflə işarə olunur, ya da bir dənə balaca hərflə işarə olunur. Üstündə vektor işarəsi qoyulur. Deyək ki, 2 dənə böyük hərflə işarə olunur. Baxın, A, B vektoru deyirəmsə, istiqamət A-dan B-yə doğru olmalıdır. Amma B, A deyirəmsə, bu zaman B-dən A-ya doğru istiqamət olmalıdır. Yəni, istiqamət önəmlidir burada. Yəni, deməyim nədir? BA ilə AB eyni şey demək deyil də vektorlarda. Bunlar eyni şey demək deyil. Deyək ki, AB vektoru verilib və A-nın koordinatları, A nöqtəsinin koordinatları x1, y1-dir. B-nin koordinatları x2, y2-dir. Bu zaman AB vektorunun koordinatları, yəni komponentləri belə olacaq. Baxın, belə bu mötərizə işarəsidir. x2-dən x1 çıxacaq, nöqtəli vergül, y2-dən y1 çıxacaq. Bu AB vektorunun komponentləri olacaq. Məsələn, bir dənə misal göstərək sizə. Topluda da var belə bir misal. Deyək ki, bura -4 nöqtəsidir, bura 5 nöqtəsidir və bura A-dır, bura B. Bizdən istəyir AB vektorunun komponentlərini. Biz bilirik ki, bu x-i kəsib. X-i kəsibsə, bunun y-i 0-dır. Burada y-i kəsibsə, bunun da x-i 0-dır. Və biz AB vektorunu tapmaq istəyiriksə, B-dən A-nı çıxacaq və yenə B-nin y-indən A-nın y-ini çıxacaq. 2 mənfi toqquşacaq olacaq. -4 ilə 5. Deməli, AB vektorunun komponentləri 4, 5-dir. İndi öyrənirik vektorun uzunluğu anlayışını. Bax, hər hansısa bir vektor çəkirəm. Deməli, deyək ki, AB vektorudur. Bunun yenə komponentləri, koordinatları x1, y1 olsun. Burada da x2, y2 olsun. Əgər biz AB vektorunun uzunluğunu istəyiriksə, uzunluq modulla işarə olunur. Vektorun uzunluğu. Bu zaman belə edəcəyik. Kök altda ikincidən birincini çıxacaq. X-ları kvarta yüksəldəcək. Üstə gəl. Y2-dən də y1 çıxıb kvarta yüksəldəcək. Bu bizdə vektorun uzunluğu olacaq. Elə misal üzərində izah edək. Məsələn, A nöqtəsi olsun 4, -1. B olsun 3, 7. Mənə desin ki, AB vektorunun uzunluğunu tap. Kök altda 3-dən 4 çıxacam, kvarta yüksəldəcəm. 7-dən də -1 çıxıb kvarta yüksəldəcəm. O da olacaq -1-in kvartı 1. 2 mənfi toqquşur, -8 olur, kvartda olur 64. Cavab kök altda 65. Təbii ki, buradan kökdən çıxan ədəd də ola bilər. Bir də var uşaqlar, vahid vektor. Yadda saxlayın. Uzunluğu 1-ə bərabər olan vektora vahid vektor deyilir. Yəni, sən hər hansısa bir vektorun kök altda kvartları cəmi tapsan, görsən ki, onun cavabı 1-dir, bil ki, o vektor vahid vektordur. Məsələn, bir A vektoru var. Tutaq ki, bir dənə də balaca hərflə işarə edirik də. Bu A vektorumuzdur bizim. Məsələn, bura olsun, tutaq ki, kök 3/2 ilə tutaq ki 0. Burada olsun məsələn 0 ilə 2-də 1. Bax, belə bir şey olsun. İndi gəlin baxaq. Deməli, 0-dan çıxırıq kök 3/2-ni kvarta yüksəldirik, kök altda. A-nın uzunluğunu tapmaq üçün.
və 2-də 1-dən də 0 çıxıb kvart yüksəldirik. Olur kök altda 4-də 3, üstdə 4-də 1, həqiqətən də 1 eləyir. Deməli, bu vektor vahid vektor imiş. Və yaxud da bizə belə bir şey verəcək. Məsələn, deyəcək ki, A vektorunun komponentləri tutaq ki də kökdə 7/2 ilə m-dir. Bizə deyək ki, m-in hansı qiymətində və yaxud qiymətlərində bu vektor vahid vektordur. Vahid vektor olması üçün onun komponentlərin kvartları cəmi 1-ə bərabər olmalıdır. Hər tərəfi kvartı yüksəldirəm ki, kökdən azad olsun. 7/4 üstə gəl m kvartı bərabərdir 1. Bu kök 7 yox. Deməli, buradan m kvartı olacaq. 1 çıx, düz gəlməyəcək. Bir dənə ədədləri səhv qoydum. Bu belə olsun, deməli. Kök 7 bu yox. Olsun. Elə kök 3. Kök 3 olsun. Buradan deməli m kvartı olacaq 4-də 1. M də olacaq müsbət mənfi 2-də 1. Belə. Vahid vektorun nə olduğunu anladıqsa, indi bizdə nələr ola bilər? Məsələn, deyə bilər ki, vektorlar üzərində əməllər deyə bilər. Məsələn, deyə bilər 2 vektorun toplanması, məsələn, A vektoru ilə B vektoru, bunun komponentləri olsun x1, y1, üstə gəl B-nin də komponentləri olsun x2, y2. Bu mötərizə vektorun mötərizəsidir. Yadda salın, 2 dənə vektoru toplamaq üçün uyğun komponentləri toplamaq lazımdır. Yəni x1 ilə x2-ni, y1 ilə y2-ni. Çıxanda da həmçinin. Birinci komponentdən birincini çıxırıq. İkincidən ikincini çıxırıq. Sonra ədədi vektora vurmaq üçün. Məsələn, bir dənə m ədədi var. Tutaq ki, vururam A vektorunun komponentlərinə tutaq ki. Nə edəcəksən? Bu ədədi bir-bir komponentlərə vuracaqsan. Yəni, olacaq m vur x1 nöqtəli vergül m vur y1. Bunlara aid gəlin nümunələr yazaq. Məsələn, bir dənə A vektoru versin. 4 ilə mənfi 2 olsun komponentləri. Bir dənə də B vektoru versin. 3 ilə tutaq ki, 8 olsun komponentləri. Bizə desin ki, bunları topla. Toplayanda birincidən birincini toplayacaq. Yəni 4 ilə 3 toplayacaq. Mənfi 2 ilə 8-i. O da eləyəcək 7 ilə 6. Hətta bizə deyə bilər ki, A vektoru üstə B vektorunun modulunu, yəni uzunluğunu tap. Modul uzunluq deməkdir. Bu zaman tapdığın cavabı kök altda kvartlar cəmini tapacaqsan. O da eləyəcək 49 üstə 36, yəni kök altda 85. Belə. Çıxması da eyni cür olur. Ədədə vurulmasında dedim, bir-bir ədədə vururuq. Məsələn, 8-i vururuq, tutaq ki, A vektoruna. A vektorda olsun mənfi 1 ilə 4. 8-i bir dəfə mənfi 1-ə vururuq, mənfi 8 edir. Bir dəfə də 4-ə vururuq, 32. Belə bir şey. İndi gəldik vektorların skalyar hasilinə. Vektorların skalyar hasili. Nədir skalyar hasili? Loro dildə desək, kobud dildə vektorların vurulmasına deyirik, onların skalyar hasili. Məsələn, A vektoru ilə bunun komponentləri x1, y1 olsun. B vektor verilsin, x2, y2. Əgər bu vektorlar bir-birinə vuracamsa, buna deyəcək skalyar hasil. Necə vuracaq? Birinci komponenti birincinə vuracaq, üstə gəl yazacaq, ikincini də ikinciyə vurub toplayacaq. Bax, buna deyəcək vektorların skalyar hasili. Yəni, A vur, B kimi işarə olunur. Və yadda saxlayın. 2 vektorun skalyar hasili 0-a bərabər olarsa, bu vektorlar perpendikulyardır, yəni 90 dərəcə altında kəsişir. Yəni, A vektoru ilə
B vektorunun skalar hasili 0'a bərabər olarsa, onda bu vektorlar perpendikulyardır. Gəlin bir dənə misal göstərək sizə. Məsələn, yazır ki, bir dənə A vektoru verir. 4 ilə 3. Bir dənə B vektoru verir. Yazır ki, 8 ilə M tutaq ki. Desin ki, bizə indi mötəziləri düzəcək. Aha. Desin ki, bu vektorlar perpendikulyardır. M-i tap. Biz biliyik, perpendikulyarda birincini birinciyə vururuq. Skalar hasil üçün 32 edir. İkincini də 2 edir. O da 3M edir. Bunların cəmi nə olmalıdır? 0 olmalıdır. Buradan 3M bərabərdir -32-yə. M də bərabərdir -32 böl 3-ə. Yəni -10/3-2-yə. Belə. Deməli, nə öyrəndik? Vektorların skalar hasilini öyrəndik və vektorların perpendikulyarlıq şərtini öyrəndik. Gəlirik indi kollinear vektorlara. Kollinear vektorlar. Buna paralellik də deyə bilərik. Paralel vektorlar. İki vektorun kollinear və yaxud paralel olması üçün deyək ki, A vektoru olsun x1, y1 paraleldir. B vektoru olsun x2, y2. Yadda saxlayın. Onların komponentlərin nisbəti bir-birinə bərabər olmalıdır. O da hər hansı bir k sabit ədədinə bərabər olmalıdır. Təbii ki, istisnalar var. Məsələn, 0 olsa koordinatların hər hansı biri 0-a bölünmə yoxdur da. Amma ki, o demək deyil ki, onlar paralel deyil. Amma bu şərt ödənməlidir. Belə deyək də, yəni tutaq ki, A vektoru bərabərdirsə k vurulsun B vektoru olarsa, yəni tutaq ki, A vektoru hər hansı B vektorunun eyni bir sabit ədəd dəfə artımına bərabərdirsə, tutaq ki, 2-yə, A vektorunu veriblər bizə, tutaq ki, 4, 6, B vektoru da onun 2 qatıda 8, 12, yəni eyni bir ədədə vurub və ya bölüblərsə, müsbət də ola bilər, mənfidir. Bu zaman bu vektorlar paraleldir. Və yaxud da bu nisbətlər bərabər olarsa, bunlar paraleldir. Burada 2 dənə hal var. Paralellik axı belə də ola bilər. Belə də ola bilər. Yəni eyni istiqamətli də ola bilər. Əks istiqamətli ola bilər. Yəni buna deyirik eyni istiqamətli vektorlar, əks istiqamətli vektorlar. Bu nə deməkdir? Məsələn, A vektoru var, komponentləri x1, y1-dir, paraleldir. B vektoru var, x2, y2. Yadda saxlayın. Komponentlər nisbəti bir-birinə bərabər olarsa, o da hər hansı bir k sabit ədədinə bərabər olarsa, deyək ki, x1 x2 böldün 3 elədi, y1 y2 böldün yenə 3 elədi. Həmin k ədədi də 0-dan böyükdürsə, onda bu vektorlar eyni istiqamətli vektorlar adlanır. Yox, əgər nisbətlər bir-birinə bərabərdir, o da hər hansısa bir ədədə bərabərdir. Həmin ədəd də 0-dan kiçikdirsə, bunlar əks istiqamətli vektorlar adlanır. Topludan misallar işləyəndə göstərəcəm. Bu da oldu vektorların kollinearlıq şərti. Bir də vektorların toplanmasının həndəsi izahı var. Nədir bu? Üçbucaq qaydası var. Məsələn, hər hansısa bir vektor çəkirəm. A vektoru tutaq ki, buradan bura doğru gedir. Bir dənə də B vektoru çəkirəm. Bunların cəmi, yəni A üstəgəl B vektoru, deyək ki, hər hansısa bir C vektoruna bərabərdir. Yadda saxlayın ki, vektorun cəmini tapmaq üçün birinci verilən vektorunun əvvəlini sonuncunun sonu ilə birləşdirmək lazımdır. Yəni, bu vektor bizdə A ilə B-nin cəmidir. A ilə B-nin cəmidir. Deyək ki, bu da C vektoru olsun. Bu belə yox, məsələn, belə də ola bilər. Tutaq ki, belə çəkilər. Bax, bu belə çəkilir. Bu 1 vektordur, bu 2 vektordur. Hətta bunu uzadıram. Bu da 3 vektordur. A vektoru, B vektoru, C vektoru. Onda nə edəcəyik? Birincinin yenə əvvəli ilə sonuncunun sonunu birləşdirəcəyik. Bax, bu olacaq bizdə A-nın, B-nin və C-nin cəmi. Bir də var, bu ən çox blokka düşür bu dediklərim, amma buraxılışı da bəlkə düşər. Amma əsas blokka düşür. Bir də var parallelogram qaydası. Baxın, hər hansısa bir parallelogram çəkirəm. Bu bizdə A vektorudur. Deyək ki, bu da B vektorudur. Onda bu iki vektorun cəmi, baxın, bu diagonal olacaq. C vektoru olacaq. Bu niyə belə olur? Bu A-nın B-nin cəmidir.
Çünki biz bu B vektorunu paralelogram olduğuna görə paralel sürüşdürə bilərik də bura. Bunu da belə çəksək, yenə dediyimə gəlib çıxırıq da. Ardıcıl baxın A, B ardı-ardı gəlir, amma C-yə baxın əvvəllə son birləşib. Ona görə belə olur. Həmçində bunu belə yaza bilərik. A-nı bura sürüşdürə bilərik. Bu da A-dır, bu da B-dir. Buna görə belə olur. Yəni paralelogramda diagonal həm də o vektorların cəmi adlanır. Bir də var uşaqlar, 2 dənə vektor var, hər hansı 2 vektor. Bunlar arasında qalan bucaq. Baxın bu bucağı tapmaq üçün, bucağın daha doğrusu kosinusunu tapmaq üçün düstur belədir. A vektoru vur B vektoru, yəni onların skaler hasili bölünsün onların uzunluqlarının hasilinə. Təbii ki, fəzalı da ola bilərdi. Yəni x, y, z də ola bilər burada. Gəlin bunu açaq, belə açacağıq da. Skaler hasili nə idi? Deyək ki, A-nın komponentləri x1, y1-dir. Baxın, A-nın komponentləri olsun x1, y1. B-nin komponentləri olsun x2, y2. Onda biz onların skaler hasilini belə yazırdıq da. x1 vur x2, üstə gəl y1 vur y2. Bölürük. Onların uzunluqları cəmi. Yəni x1 kvadrat üstə y1 kvadrat vur x2 kvadrat üstə gəl y2 kvadrat. Yenə deyirəm, burada z də olsa əlavə z1, z2 yazıb, əlavə x deməli x, y, z daxil əlavə nə yazacaq? Yazacaq deməli, tutaq ki x1, y1, tutaq ki z1-dirsə, onda burada əlavə z-lər artacaq. Deyib ki, x1 kvadrat, y1 kvadrat, z1 kvadrat. Burada da x2, y2, z2, burada da x3, y3, z3 olacaq əlavə. Yəni fəzalı da olsa elə bir şey yazmaq olar. Əlavə bir dənə z-lər artacaq da elə bir ki. Bu bizdə oldu nə? 2 vektor arasında qalan bucaq. Yəni sən tutaq ki, bunu hesabladın, tapdın ki, bunun cavabı tutaq ki 30-dur. 30 deyirəm, özür istəyirəm. 2-də 1-dir. Kosinus 2-də 1-i nədə alır? Məsələn, alfanı soruşsa. Alır 60 dərəcə. Alfa olacaq 60 dərəcə. Amma desək ki, bucağın kosinusunu tap. Onda elə cavab tapdığın 2-də 1 olacaq. Və yaxud da bucaq soruşacaq, tutaq ki, cavabı tapacaqsan, tutaq ki, 3-də 1. 3-də 1 axı yoxdur cədvəldə. Onda arc kosinus 3-də 1 yazacaqsan, gedəcək. Bu da oldu 2 vektor arasındakı bucaq. Bir də vektorlarda məsələn belə şeylər var. Yazır ki, tutaq ki, topludan sizə göstərim. Baxın, məsələn, 6-cı sual deyir, hansı x, y üzərindədir? Bu əslində funksiya dərsinə oxşuyur. Funksiyada hansı oxun üzərindədirsə, həmin oxun qiyməti var. Digər ox 0-a bərabərdir. Burada x, y varsa, deməli x, y var, z yoxdur. Bizdə birinci x-dir, ikinci y-dir, üçüncü z-dir. X ilə y var, z yoxdur. Hansı variantda z yoxdur? Yəni z 0-dır, c variantında. Burada y z-in üzərindədirsə, y ilə z var, x yoxdur. Yəni x-i 0-a bərabər olan d variantı. Bu tip suallarda var. 2 nöqtə arasındakı məsafəni dedikdə sondan başlanğıcı çıxırsan. Bu həmçinin vektorun uzunluğundan eyni şeydir. Baxın, qobda da yazın. Biz vektorun uzunluğunu öyrəndik axı. Bu həm də 2 nöqtə arasındakı məsafədir. Deyək ki, A nöqtəsi ilə B nöqtəsi arasındakı məsafə, yəni AB-nin uzunluğu da deyirik də biz buna. Deyək ki, bunun koordinatları x1, y1-dir. Bununki x2, y2-dir. Bunlar arasındakı məsafəni tapmaq üçün kök adda x2-dən x1-i çıxıb kvarta yüksəldirik. y2-dən y1-i çıxıb kvarta yüksəldirik. Bir də uşaqlar, mən sizə baş salmaq istəyirəm homotetiya anlayışını. Homotetiya nədir? Əslində bu oxşarlıq dərsində deməliyəm bunu. Sadəcə topluda vektorların içində verilib. Homotetiya oxşarlıq çevrilməsidir. Homotetiya. Baxın, necə suallar düşə bilər homotetiyada. Suallar çox fikir vermir, amma düşə bilər imtahana. Məsələn, deyir ki, bizə bir dənə O nöqtəsi var, bir dənə A nöqtəsi var, bir dənə də B nöqtəsi var. Bu OA vektordur. AB də vektordur, OB də vektordur. Yəni O'dan A-ya və B-yə doğru istiqamət gedir. Yadda saxlayın. Tutaq ki, K əmsallı homotetiyadır da. Bizə desək ki, tutaq ki, K bərabər 4 əmsallı homotetiya nə deməkdir bu? Tutaq ki, K bərabərdir
4 əmsallı homotetiya desə, nə edəcəksiniz? Deyəcək ki, tutaq ki, k bərabər 4 əmsal homotetiyada A nöqtəsi B nöqtəsinə keçirsə, B-nin koordinatlarının cəmini tap, nə bilim, B-nin koordinatları arasını tap. Bu zaman nə edəcəksiniz? O A vektorunu həmin o K-ya vuracaqsınız, bərabər edəcəksiniz OB vektorunun uzunluğuna. Baxın, belə bir şey. OB vektorunun uzunluğu deyirəm, komponentinə. OB vektoruna da yəni komponentlərinə. Gəlin bir dənə misal üzərində sizə izah etməyə çalışaq bunu. Məsələn, yazsın ki, tutaq ki, bir dənə O nöqtəsi versin, yazsın 4 mənfi 1 0 nöqtəsi A nöqtəsinə keçir. Bu da tutaq ki, olsun bilinməkdə A nöqtəsi nədir? O da B-yə keçir. Bu da tutaq ki, X, Y, Z-dir. Bu da A, B, C-dir. Və desin ki, homotetiyada oxşarlıq əmsalı 3-ə bərabərdir. Bizə desin ki, X-in, Y-in, Z-in cəmini tap. Biz dedik ki, bu zaman nə edəcəyik? Oxşarlıq əmsalı, daha doğrusu homotetiyanı vuracağıq. Homotetiyada yəni K bərabər 3 əmsal deyil, o 3-ü vuracağıq. Deməli, O A-ya bərabər edəcəyik O B-yə. Aha. Bəs O A vektorunun komponentləri necə tapılırdı? Sonuncudan birincini çıxmırdıq. Onda biz bu ABC-ni tapmaq üçün deməli nə edəcəyik? Bu ABC-ni də özdə mənə verməlidir. Məsələn, nə deyə bura? Burada bir dənə misal var. Bir dəqiqə. Görüm, düz yazdım misal. Bunu verməlidir bizə. Mən bunu yazmadım. Bir dəqiqə gəlin bunu yazaq. Məsələn, ABC yox, məsələn olsun 3, 7, 0 olsun. Tutaq ki də. Aha. Nə edəcəyik? Biz O A vektorunu tapmaq üçün biz demişdik, yaxı sondan başlanğıcı çıxırıq. 3-dən 4 çıxacaq. Bu 3-dən bu 4 çıxacaq. 3 çıx 4 nöqtəli verəcək. Sonra 7-dən mənfi 1 çıxacaq və 0-dan da 0 çıxacaq. Bu da olacaq deməli 3 vur yazırıq. O A nə olacaq? 3-dən 4 çıxanda mənfi 1. 7 çıx mənfi 1 olacaq 8 və 0-dan 0 çıxırıq 0. Bax, bu bərabər olmalıdır. İndi O B-ni tapmaq üçün B-nin koordinatlarından A-nı çıxırıq da. Olur X çıx 4, Y çıx mənfi 1 və Z çıx 0. Aha. Bu 3-ü vurub açırıq. Yəni olur mənfi 3, 24 və 0. Bu bərabər olmalıdır. X çıx 4, Y üstə gəl 1. Çünki 2 dənə mənfi var. Bir də Z çıx 0 da Z eləyir. İndi bərabərləşdirəm. Birincini birinciyə bərabər eləm. Yəni X çıx 4 bərabərdir mənfi 3. X bərabərdir. Buradan 1 olur. Y üstə 1, 24-ə bərabər edirəm. Y olur 23 və Z-ə də 0-a bərabər edirəm. Z də olur 0. Baxın, bu cür tapılır. Belə. Əslində, vektorlar haqqında deyəcəklərim bu qədərdir. Növbəti videoda çevrənin tənliyi və düz xəttin tənliyi haqqında danışacağım sizə. Onunla da bu mövzu tamamilə bitəcək. Sağ olun. Növbəti videoda görüşərik.